gidiyə. Mən şeydə rahatdır. Sən klaviatura ilə oynamamısan axı indiyənə kimi. Getmirəm. İndi təmin tutdun hə? Hə. Bunda Need for Speed Underground PlayStation 4 üçün. Birincidir, ikincidir Azər. İkinci. Underground 2. Hə. Klaviatura. Bir müddətdən sonra öyrəşirsən, amma mən ömür boyu klaviatura ilə oynaya bilməmişəm də. İndi rahatdır Azər. Belə də. Hiss eləmirsən, necə oynayırsan? Elə ki PlayStation-o. Bunlardan da axı. Yox, vəbşi hiss eləmirsən ki PlayStation oynayırsan. O pultu ki əlində tutmadın ha, hə? Hə. Onun ləzzəti ayrıdır. Bu 2-nin oynadı, FPS itir bax görsən. Hə, yox, qrafikası superdir. Amma oyunda qırılmalar var. Çünki 2-nin oynadı bu. Biraz böyük amma yolundur. Ya, onun bir dəxlisi yoxdur. 4-də onun fərqi yoxdur. Yox da. Söhbət ondan gedir ki, 2-nin oynadı bu. Başa düşsən? Həm də ki, orijinal versiyasıdır. Heç remake olunmayıb. Başa düşdün? Ya remake, ya remastered zad olunmayıb. Sırf 2-nin PKC-sin yazılıb deyə 4-də.